Mənə zəng gəldi ki, bəs qardaşı ayı bəs tutub. Mən də buradan çıxdım, getdim, gördüm yaralı vəziyyətdə uzanıb. Hadisə Qubanın Qonaqkənd qəsəbəsində baş verib. Rayonun Vladimirovka kənd sakini Azər İskəndərov xırda buynuzlu heyvanları otararkən qəflətən yırtıcı heyvanın hücumuna məruz qalıb. Ayı onu yerə yıxıb. Sürüdə olan itlər təsərrüfat sahibini yırtıcı heyvanın pəncəsindən xilas edə biliblər. Təsərrüfatın qarağında qoyun saxlayırdı. Ağaclığın içindən çıxıb üstümə hücumladı. İtlər qovladı. Kolluq tərəfdə keçici zad qalıbsa baxmaq üçün söyləyən ayı buna cumub. Kolluğun içinə ayı çıxıb buna cumub və həmin momentdə də bu qışqırıq hara hissəsinə itlər xəbər tutub, itlər yəni gəlib ona görə ayı buraxıb qaçıb da yəni. Müxtəlif bədən xəsarətləri alan şəxs Quba rayon mərkəzi xəstəxanasına çatdırılıb. 1989-cu il təvəllüdlü şəxsə sağ budun və döş qəfəsinin çoxsaylı dişlənmiş yaraları diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirən şəxs ambulator müalicə üçün evə yola salınıb. Qeyd edək ki, son vaxtlar Qubada ayıların təsərrüfatlara hücum halları artıb. Ayılara hətta kəndin içində belə rast gəlmək mümkündür.